Salam. Bugün tarazılığa aid hesablamalar bölməsindən 21-44-cü testlərin izahını verəcəm. 21-ci suala baxaq. Tarazlıq sabiti 0,25 olan reaksiyasında tarazlıq qatılıqları nisbəti maddələrin tənlikləri əmsallarının nisbəti kimidir. Ona görə reaksiyanı yazırıq. Əmsalların nisbəti kimi olduğundan bu 2 moldu 2x götürürük. Oksigen 1 moldu x götürürük. Bunun tarazlıq sabitini 2 mol əmələ gəldiyi üçün yenə 2x götürürük. Deməli, qaydamıza əsasən reaksiyaya daxil olan maddələrin tarazlıq sabiti, qatılığı sərf olunduqdan sonra yerdə qalan qatılıq alınan maddənin, yəni məhsulun tarazlıq qatılığı isə əmələ gələn qatılıqdır. Yenə bu qaydaya əsasən həll edirik. Bizdə oksigenin, CO və oksigenin başlanğıc qatılıqlarını soruşur. Və tarazlıq sabitinin qiymətini verib 0,25. K-nın düsturunu yazaq. K bərabərdir. CO-nun qatılığının kvadratını bölürük. Dəm qazının qatılığının kvadratına. Vururuq oksigenin qatılığına. Bizə K-nı 0,25 verib. 0,25 bərabərdir. 2x-in kvadratı bölək. CO-nun əmsalında qatılığında 2x götürmüşük. 2x-in kvadratı vuraq x bərabərdir. Bunlar ixtisarı getdi. 1 bölək x-ə. X də bərabərdir 4. Sonra başlanğıc qatılıqlarını həll eləyək. Tarazlıq qatılığı 2x, x-i 4 tapdıq. 8, burada 4, bu da 8. Deməli, tarazlıq qatılığına əsasən indi başlanğıc qatılığını tapaq. 2 mol CO reaksiyaya daxil olanda 2 mol CO2 əmələ gəlir. 2 mola 2 mol, 8 mol əmələ gəlməkdən ötürü görək nə qədər CO sərf olunub. Tapırıq ki, elə 8 mol sərf olunub. Tarazlıq qatılığı, yəni yerdə qalan qatılıqda 8 moldur. Reaksiyaya girən 8 mol bölək litrin üzərinə yerdə qalan 8 mol bölək litri gəlirik. Başlanğıc qatılıq 16 mol bölək litr. Bu CO maddəsi üçün. İndi oksigenə görə tapaq. 1 mol oksigen reaksiyaya daxil olanda 2 mol karbon qazı alınır. 8 mol alınmaqdan ötürü tapırıq ki, 4 mol reaksiyaya daxil olub və qatılığı da yerdə 4 mol qalıb. 4-ün üstünə 4 gəlirik. 8 mol bölək litr oldu oksigenin tarazlıq qatılığı. Başlanğıc qatılığı 16 və 8. Cavabımız A variantı. 22-ci testin həllinə baxaq. Reaksiya verib bizə, reaksiyanı yazırıq. Həcmi 1 litr olan qapalı qabda gedən reaksiyada tarazlıq anında x2-nin qatılığı x2y-in qatılığına bərabərdir. Tarazlıq sabitini hesablayın. Biz bunları mol nisbətinə görə həll edək. Başlanğıc qatılıqlarını hər birini n verib. 2 mol x reaksiyaya daxil olanda 1 mol y reaksiyaya daxil olur. Ona görə 2x x-dən daxil edirəm. X mol isə y-dən. 2 mol əmələ gəldiyindən məhsulun qatılığı olur 2x. Və deyir ki, x2-nin tarazlıq qatılığı x2y-in tarazlıq qatılığına bərabərdir. Dediyi kimi bunu bərabərləşdirək. N bərabərdir 4x-ə. X buradan bərabərdir n bölək 4-ə. Yəni 0,25 n. Və yerinə qoyaq. X2-nin tarazlıq qatılığı bərabərdir. N çıxaq 2x bərabərdir. N çıxaq 2x-in yerinə, x-in yerinə 0,25 n yazdıqda 2-ni 0,25 n-ə vurduq. 0,5 n, bu da bərabərdir 0,5 n-ə. Y-in tarazlıq qatılığını tapaq. N çıxaq x-dən. X-in yerinə qoyuram 0,25 n. 0,75 n edir. X2 y-in tarazlıq qatılığı 2x bərabərdir. X-in yerinə yenə tapmışıq 0,25 n.
bərabərdir 0,5 n-ə. Və buradan tarazlıq sabitini tapaq. K bərabərdir məhsulların qatılığına, məhsulun qatılığı oldu 0,5 n. 0,5 n-in kvadratı bölək x2-nin qatılığı oldu 0,5 n. Vuraq. Y-in qatılığı isə oldu 0,75 n. İxtisar aparaq bunları qalır 1 bölək 0,75 n. 0,75-in əvəzinə yazaq 3 bölək 4. 3 bölək 4 n. Bu da bərabərdir 4 bölək 3 n. Doğru cavabımız A variantı. 23-cü testə baxaq. Tarazlıq sabiti 0,5 olan reaksiya verib. Reaksiyanı yazaq. Reaksiyasında tarazlıq qatılıqları nisbəti maddələrin əmsalları nisbəti kimidir. Əmsalların nisbəti kimidirsə, yenə mol nisbətinə görə 2x, x və 2x ilə qeyd edək. Başlanğıc qatılıqlarını soruşur bizdən. K-nın qiyməti 0,5-dir. Düsturu yerinə qoyaq. 0,5 bərabərdir 2x-in kvadratı bölək 2x-in kvadratı vuraq x. Bu da bərabərdir. 2x kvadratları ixtisar gedir. 1 bölək x-ə. Buradan 0,5x bərabərdir 1. X də bərabərdir 2. Başlanğıc qatılığını tapmaqdan ötürü əvvəlcə tarazlıq qatılıqların qiymətini yerinə qoyaq. X-in qiyməti 2 oldu. 2x 4-dür. X 2-dir. 2x 4-dür. Yenə 2 mol SO2 reaksiyaya daxil olanda 2 mol SO3 əmələ gəlir. 4 mol əmələ gəlməkdən ötürü 4 mol sərf olub. Yerdə 4 mol qalıbdır. 4 üstə gələk 4 bərabərdir 8. İndi oksigen üçün baxaq. 1 mol oksigen reaksiyaya daxil olanda 2 mol SO3 əmələ gəlir. 4 mol əmələ gəlməkdən ötürü 2 mol reaksiyaya daxil olmuşdur. Yerdə isə qalan qatılıq 2 mol bölək litrdir. 2-nin üstünə 2 gəldik. 4 mol bölək litr. Cavabımız 8, 4. C variantı. 24-cü testin həllinə baxaq. İzomerləşmə reaksiyası verib. Tarazlıq sabiti 0,8-dir. Qapalı qabda 5 qram X maddəsi və 13 qram Y maddəsi əlavə edilərək tarazlıq yaranana qədər sabit temperaturda reaksiya aparılmışdır. Alınmış qarışıqda X maddəsinin kütləsini hesablayın. K-nın düsturunu yazaq. K bərabərdir Y bölək X-ə. Bizim üçün Y verib 13 qram, X-i verib 5 qram. Tarazlıq yaranmaqdan ötürü bunlar izomer maddə olduğundan, yəni emirləri eyni olduğundan bunların biz kütləsinə görə məsələni həll edirik. Y-in kütləsi müəyyən qədər azalmalıdır. X-in də kütləsi artmalıdır ki, həmin qədər artmalıdır ki, bunlar tarazlıqda olsun. K-nın da qiymətini verib 0,8. Bunu həll edək. 0,8 vuraq 5 üstə gələk X bərabərdir 13 çıxaq X. 4 üstə gələk 0,8 X bərabərdir 13 çıxaq X. Buradan 1,8 X bərabərdir 9. X də bərabərdir 5. A maddəsinin, X maddəsinin kütləsini hesablayın deyir. X maddəsi 5 üstə gələk X-di kütləsi, X-i 5 tapdıq. 5 üstə gələk 5. Doğru cavabımız 10. B variantı. 25-ci testin həllinə baxaq. Həcmi 2 litr olan qapalı qabda EN2 və O2-nin reaksiyası zamanı NO-nun tarazlıq qatılığı EN2 və O2-nin tarazlıq qatılığından 2 dəfə azdır. Reaksiyanı yazaq. NO-nun tarazlıq qatılığı deyir EN2 və O2-nin tarazlıq qatılığından 2 dəfə azdır. Ona görə EN2 və O2-nin tarazlıq qatılığını 2x götürürəm. NO-nun tarazlıq qatılığını x götürürəm. Və bizdə qabın həcmini 2 litr verib. Ona görə düsturu yerinə qoyuram. K bərabərdir. X-in qatılığı, yəni
x bölək 2 nü bölək v düsturuna əsasən əmsal 2-dir. Kvadratı bölək 2x bölək 2 vuraq. Bu da qatılığı 2, molu 2x-dir. Qabın həcminə bölürəm 2. Bunu həll edək. X-in kvadratı 2'lər yuxarı getsin. Vuraq 2, vuraq 2. Bölək. Burada 2x. Vuraq 2x. Və burada da 4 var idi. Bu da vuraq 4. Deməli, x kvadratları getdi. 2'lər getdi. Qaldı 1 bölək 4. Cavabımız 0,25. Doğru cavab B variantı. 26-cı testin izahına baxaq. Bizə qrafik verilib və reaksiyaya daxil olan maddənin qatılığının zamanın asılı grafikinə əsasən hansı ifadələr doğrudur? Reaksiya axıra qədər gedir. Baxırıq ki, başlanğıc maddə axıra qədər gedirsə, tam qurtarırsa, deməli reaksiya axıra qədər gedir. Birinci doğrudur. Reaksiya dönəndir. Xeyr, başlanğıc maddə tam sərf olunursa, reaksiya axıra qədər gedir. 2 səhvdir. Reaksiyaya daxil olan maddə tam sərf olunur. Bu doğrudur. Tabir anında reaksiya tarazlıq halındadır. Xeyr, axıra qədər gedən reaksiyalar tarazlıq halında olmur. Doğru cavabımız 1, 3. 27-ci testin həllinə baxaq. Bizə cədvəl verilib, reaksiyanı yazaq. Cədvələ əsasən bizdə CO və O2-nin başlanğıc qatılıqları N-dir. Tarazlıq qatılıqları X, Y, Z verib müvafiq olaraq. Deyir, reaksiyası üzrə CO-nun yarısı sərf olunarsa, CO-nun yarısı sərf olunarsa, indi verilənləri tapaq. Deməli, N-in yarısı 0,5 N-dir. Bundan CO-dan 2 mol sərf olunanda oksigendən 1 mol sərf olunur. Əvvəlcə bunun tarazlıq qatılığını tapaq. N idi. 0,5 N sərf olur. Yerdə qalır 0,5 N. Yəni CO-nun tarazlıq qatılığı X bərabərdir 0,5 N oldu. Sonra isə oksigenə baxaq. 2 mol oksigen sərf olunanda, 2 mol CO sərf olunanda 1 mol oksigen reaksiyaya daxil olur. 0,5 N CO-ya görək nə qədər oksigen sərf olunur. 2 dəfə azalıb 0,25 N. Başlanğıcda N idi. 0,25 N çıxdı. Yerdə qalır 0,75 N. Deməli, bu da oldu yerdə qalan qatılıq, yəni oksigenin tarazlıq qatılığı. Y bərabərdir 0,75 N. 2 mol CO reaksiyaya daxil olanda 2 mol CO2 əmələ gəlir. Biz dedik ki, 0,5 N CO reaksiyaya daxil olub. Deməli, 0,5 N CO2 əmələ gəlib. Deməli, bizim də Z-imiz oldu 0,5 N. Çünki məhsulun tarazlıq qatılığı əmələ gələn qatılıqdır. Buradan indi verilən müqayisələri baxaq hansılar doğrudur. Birincidə deyir X böyükdür Y-dən. X böyükdür Y-dən. Deməli, birinci səhvdir. 2-də deyir N böyükdür Z-dən. Deməli, Z-imiz 0,5 N-dir. N 0,5 N-dən böyükdür. Bəli, 2 doğru oldu. 3-də deyir Y böyükdür Z-dən. Y 0,75 N-dir, Z 0,5 N-dir. Bu da doğrudur. 4-də deyir Y böyükdür X-dən. Y 0,75 N-dir, X 0,5 N-dir. Bu da doğrudur. 5-də deyir N bərabərdir 2Y-ə. Y-imiz 0,75-dir. Yəni bunu 2-yə vuranda N-ə bərabər olmayacaq. Ona görə doğru cavabımız 2, 3, 4 oldu. 28-ci testə baxaq. Yenə reaksiyanı yazaq. Başlanğıc qatılıqları N veribdir. Yenə tarazlıq qatılıqlarını X, Y, Z verib.
Şərtdə deyir ki, hidrogenin yarısı sərf olunarsa, deməli, yenə hidrogenin yarısı sərf olunarsa, başlanğıcda N'dir. Yarısı, yəni 0,5 N sərf olunur, yerdə qalır 0,5 N. Bunun yerdə qalanı hidrogen üçün tarazlıq qatılığıdır. X bərabərdir 0,5 N-ə. 2 mol hidrogen reaksiyaya daxil olanda 1 mol oksigen reaksiyaya daxil olur. 0,5 N daxil olduqda X-ə bərabərdir 0,5-in yarısı 0,25 N. Başlanğıcda N idi. N'dən çıxıram 0,25 N-i 0,75 N-idir. Deməli, yerdə qalan qatılıq oksigenin tarazlıq qatılığıdır. Y bərabərdir 0,75 N. Sonra Z-i tapaq. 2 mol hidrogen reaksiyaya daxil olanda 2 mol su əmələ gəlir. Deməli, 0,5 N daxil olanda elə 0,5 N su əmələ gəlir. Su üçün əmələ gələn qatılıq bunun tarazlıq qatılığıdır. Z bərabərdir 0,5 N. İndi müqayisələrə baxaq. X böyükdür Y-dən. X 0,5 N'dir, Y 0,75 N'dir. Bu səhvdir. N bərabərdir Z-ə. Xeyr, N 0,5 N'ə bərabər deyil. Bu da səhvdir. Y böyükdür Z-dən. Y Z-dən 0,75 N 0,5 N'dən böyükdür. Ona görə 3 doğrudur. Y böyükdür X-dən. Bəli, Y X-dən böyükdür. 4 də doğrudur. N bərabərdir 2X-ə. Bəli, X-imiz 0,5 N'dir. 2-yə vuranda N-ə bərabər olacaq. 3, 4, 5. Doğru cavabımız 3, 4, 5 oldu. 29-cu testin həllinə baxaq. Tarazlıq halında ozonlaşma reaksiyasını verib bizim üçün. Deyir, reaksiya zamanı oksigen və ozonun molekul sayları bərabər olarsa, oksigenin neçə faizinin ozonlaşdığını hesablayın. Tarazlıq halında deyir, bunların molekul sayı bərabərdir. Əmələ gələnə görə yazaq. 2x bundan əmələ gəlib. 2x isə başlanğıc maddə üçün tarazlıq qatılığı yerdə qalandır. 2x isə bundan yerdə qalıb oksigendən. Ona görə reaksiyanın 3 mol oksigen reaksiyaya daxil olanda 2 mol ozon əmələ gəlir. 2x əmələ gəlməkdən ötürü tapıq görək nə qədər ozon reaksiyaya daxil olub. Baxırıq ki 3x daxil olub. Yerdə nə qədər qalıb? 2x. 3x ilə 2x'i topladım. 5x oldu. Reaksiyaya daxil olan oksigenin molu. Deyir, oksigenin neçə faizinin ozonlaşdığını. Deməli, yerdə 2x qalıbsa, 3x'i ozonlaşıbdır. 3x ümuminin 5x'in neçə faizini təşkil eləyir? X-lər ixtisar getdi. 300'ü 5'ə böldük, 60 faizini. Doğru cavabımız 60 faiz. 31-ci testin həllinə baxaq. Sirkə turşusundan etil spirtinin reaksiyasından mürəkkəb efirin alınması reaksiyasını verir. Və su. Deməli, bu reaksiyada başlanğıc qatılıqlar müvafiq olaraq 2 mol böləklidir, 3 mol böləklidir və mürəkkəb efirdə isə 1 mol bölək litrdir. Deməli, suda da 1 mol bölək litr olacaq. Çünki 1 mol mürəkkəb efir əmələ gələndə 1 mol su əmələ gəlir. Deyir, tarazlıq sabitini hesablayın. Biz tarazlıq sabitini hesablamaqdan ötürü tarazlıq qatılıqlarını bilməliyik. K bərabərdir. Mürəkkəb efirin və suyun tarazlıq qatılıqları 1'dir. 1 vuraq 1. Mol nisbətlərinə görə baxaq görək sirkə turşusundan nə qədər qalıb yerdə. 1 mol sirkə turşusu reaksiyaya daxil olanda 1 mol efir əmələ gəlir. Bunun 1 mol efir əmələ gəlməsi üçün 1 mol reaksiyaya daxil oldu. 2-dən 1'i çıxdıq, yerdə qaldı 1 vuraq. Bundan da 1 mol reaksiyaya daxil olur. 3-dən 1'i çıxırıq 2. Və olur 2'də 1, da 0,5. 32-ci testə baxaq.
Eyni əmsalda reaksiyalardır. Reaksiyanı yazmıram və izahına başlayıram. Deməli, mürəkkəb efirdən yenə 1 mol alınıb, bayaqki kimi mol nisbətləri hamısı 1 olduğundan qarışqa turşusundan 1 mol reaksiyaya daxil olur, metil spirtindən də. Reaksiyaya daxil olduqdan sonra yerdə qalan qatılıq başlanğıc maddələrin tarazlıq qatılığıdır. Deməli, 5 mol bölək litr əvvəlcə verib 1 molu reaksiyaya daxil olur, yerdə qalır 4 bu qarışqa turşusu üçün. Metil spirti üçün 3-dən 1-i çıxırıq 2 və yenə K-nı tapıram. K bərabərdir. Alınan maddələrin qatılıqları 1 mol bölək litr olduğundan 1 vuraq 1 bölək 4 vuraq 2. Yəni 8-də 1, 1-i 8-ə böləndə 0,125. 32-ci testə baxaq. Həcmi 1 litr olan qapalı qabda A üstə gələk B alınır C reaksiyası tarazlıqdadır. Reaksiyanı yazaq. A üstə gələk B alınır C. Tarazlıq halında qabda A, B və C maddələrinin miqdarı uyğun olaraq 2, 4, 8-dir. 2, 4, 8-dir. Qaba neçə mol B maddəsi əlavə etmək lazımdır ki, növbəti tarazlıqda qabda 9 mol C maddəsi olsun. Deməli, növbəti tarazlıqda qabda 9 mol C maddəsi olmalıdır. Biz birinci reaksiyaya verilən qatılığa görə tarazlıq sabitini tapaq. K bərabərdir. 8 bölək 2 vuraq 4. 8 bölək 8, 1. Biz bilirik ki, maddənin qatılığı dəyişəndə tarazlıq sabitinin qiyməti dəyişmir. Yəni, tarazlıq qatılıqdan, təzyiqdən asılı deyil. Deməli, bunun qatılığı 9 olmaqdan ötürü 1 mol A maddəsi reaksiyaya daxil olmalıdır, 1 mol B maddəsi reaksiyaya daxil olmalıdır. Mol nisbətlərini nəzərə alsaq. Bizdən soruşur ki, qaba neçə mol B maddəsi əlavə etmək lazımdır. Yazıram. K olacaq 1. 1 bərabərdir. Alınan maddənin qatılığı 9 bölək 1 mol, buradan 9-a qalxmaqdan ötürü 1 mol A maddəsi reaksiyaya daxil olur və yerdə qalır 1 mol. 1 vuraq. Buradan da 1 mol reaksiyaya girir 3 qalır. 3 üstə gələk X. Nəyə görə üstə gələk X? Çünki deyir, qaba neçə mol B maddəsi əlavə etmək lazımdır. Əlavə olunan B maddəsini X qram götürdüm. X mol götürdüm. Buradan da X bərabərdir 6. 9-u 9-a böləndə 1. X bərabərdir 6. 33-cü testin həllinə baxaq. Həcmi 1 litr olan qapalı qabda A üstə gələk B alınır C reaksiyası tarazlıqdadır. Tarazlıq halında qabda A, B, C maddələrinin miqdarı uyğun olaraq 2, 4, 8-dir. Yenə reaksiyanı yazaq. A üstə gələk B alınır C 2, 4, 8. Qaba neçə mol A maddəsi əlavə etmək lazımdır ki, növbəti tarazlıqda qabda 10 mol C maddəsi olsun. Növbəti tarazlıqda 10 mol olması üçün neçə mol A maddəsi əlavə etmək lazımdır. Deməli, buradan yenə birinci reaksiyada verilən qatılıqlara görə K-nı tapırıq. K bərabərdir. Alınan maddənin qatılığını bölürük reaksiyaya girən maddələrin qatılıqları hasilinə tarazlıq sabiti 1-dir. 1 bərabərdir. Qatılıq dəyişəndə ikinci reaksiyanın tarazlıq sabiti dəyişməyəcək. 1 bərabərdir. 10 bölək bizə nə qədər A maddəsi. İndi C maddəsi 2 mol artmaqdan ötürü 2 mol A daxil olmalıdır və 2 moldur. 2 mol daxil olandan sonra yerdə heç nə qədər qalmayıb. Olan A maddəsi ilə əlavə olunan maddə qədər olacaq. Yazacağıq X. Vuraq. 2 mol artması üçün bunun B-dən 2 mol reaksiyaya getməlidir. Vuraq 2. 10 bölək 2x. Buradan da x bərabərdir 5. Deməli, 5 mol A maddəsi əlavə etmək lazımdır. 34-cü testə baxaq. Reaksiya verib bizə.
Qrafik əsasən verilib ki, SO2 xlor-2 maddəsindən 1 mol reaksiyaya daxil olub 0,5 mol artıq qalıb. Yəni, bunun artıq qalanı reaksiyaya girən maddə üçün artıq qalan tarazlıq qatılığıdır. Və 0,5 mol reaksiyaya daxil olanda bundan da 0,5 mol alınır. Çünki 1 mola 1 moldur. Xlordan da 0,5 mol alınır. Bizə deyir ki, tarazlıq sabiti 0,5-dir. Qrafik əsasən reaksiya aparılan qabın həcmini litrlə hesablayın. Tarazlıq sabitini verib 0,5. K-nın yerinə yazırıq 0,5 və K-nın düsturunu yerinə qoyuruq. Reaksiyadan alınan maddələrin qatılıqları hasilini 0,5 bölək V, C bərabərdir nü bölək V düsturundan vuraq. Xlor üçün 0,5 bölək V, reaksiyaya girən maddənin qatılığına bölürük 0,5 bölək V. Buradan bərabərdir. 0,5 vuraq 0,5 vuraq V yuxarı qalxdıqda vuraq V. V vuraq V vuraq 0,5. V'lər ixtisar getdi, 0,5'lər ixtisar getdi. Buradan qalır 0,5 V bərabərdir 0,5. V də bərabərdir 1. Qabın həcmi 1 litr oldu. 35-ci testin həllinə baxaq. Amonyakın sintezi reaksiyası verilib. Hidrogenin tarazlıq qatılığı 0,6-dır. Yəni, yerdə qalan qatılıq. Sərf olunduqdan sonra yerdə qalan qatılıq. Hidrogeni deyil 20% reaksiyaya sərf olunmuşsa, 20% reaksiyaya daxil olubsa, deməli, bunun 0,6 80%-dir. Yerdə qalan 80%-dir. Görək 20%-i nə qədər imiş? X 4 dəfə azalıb, 4 dəfə azaldıranda 0,15. Deməli, 0,15 mol bölək litr hidrogenin reaksiyaya daxil olanıdır. Tarazlıq qatılığını soruşur amonyakın. Amonyakın tarazlıq qatılığı nədir? Reaksiyadan alınan qatılıq. Tənasübü quraq. 3 mol hidrogen reaksiyaya daxil olanda 2 mol amonyak alınır. 0,15 mol daxil olanda görək nə qədər amonyak alınır. 2-ni 0,15'ə böldü, vurduq 0,3, 0,3'ü 3'ə bölək 0,1. Cavabımız 0,1. 36-cı testin həllinə baxaq. Reaksiyanı yazaq. Burada reaksiyasında hidrogenin tarazlıq qatılığı 1,2 mol bölək litrdir. Yəni, yerdə qalan qatılıq 1,2 moldur. Hidrogenin 20% reaksiyaya sərf olunub deyirsə, bizdən sonda amonyakın tarazlıq qatılığını soruşur. Deməli, 1,2 80% təşkil edir. Çünki sərf olunan 20% isə reaksiyada yerdə qalan 80%dir. 20%-ni tapaq. Yəni, reaksiyaya daxil olanı tapırıq. 80-dən 20-yə 4 dəfə azaldır. 1,2-ni 4-ə böləndə 0,3. Mol nisbətinə görə yazaq. 3 mol hidrogen reaksiyaya daxil olanda 2 mol amonyak alınır. 0,3 mol daxil olduqda x bərabərdir 0,2. Deməli, amonyakın tarazlıq qatılığı 0,2-dir. 37-ci testin həllinə baxaq. Reaksiyanı yazaq. 2A üstəgəl B alınır. 2C maddəsi. Başlanğıc qatılıqları 0,8, 0,4. Bunlar başlanğıc qatılığıdır. C üçün tarazlıq qatılığı verilib. Bizdən reaksiyanın təliyinə əsasən tarazlıq sabitini hesablamaq tələb olunur. Bu başlanğıc qatılıqlardır. Bizə düstur üçün lazımdır tarazlıq qatılığı. Biz həmişə tarazlıq qatılığını reaksiyadan alınan maddənin tarazlıq qatılığına görə tapa bilirik. 2 mol A maddəsi reaksiyaya daxil olanda 2 mol C maddəsi alınırsa 0,6 mol alınması üçün 0,6 mol reaksiyaya daxil olmuşdur. Yəni, başlanğıc 0,8 moldur. 0,6 molu daxil olub, yerdə qalıb 0,2 mol. Yəni, A maddəsinin tarazlıq qatılığı 0,2 mol bölək litrdir. B maddəsi üçün hesablayaq. 1 mol B maddəsi reaksiyaya daxil olanda 2 mol C maddəsi alınır. 1-ə 2, 0,6 mol
alınması üçün nə qədər B maddəsi reaksiyaya daxil olur? 0,3. 0,4 başlanğıc qatılıqdır. 0,3-ü reaksiyaya daxil olub, yerdə qalıb 0,1. Deməli, 0,1 də B maddəsinin tarazlıq qatılığıdır. İndi düsturu yerinə qoyuruq. Deməli, düsturu yerinə qoyaq. K bərabərdir 0,6-nın kvadratı bölək A maddəsinki 0,2-nin kvadratı vuraq B maddəsi 0,1. Bu da bərabərdir 3. İxtisar gedəndə 3. 3-ün kvadratı 9. 9 bölək 0,1. Bu da bərabərdir 90. Doğru cavabımız 90. 38-ci testin həllinə baxaq. Yenə reaksiyanı yazaq. 2A üstəgəl B alınır 2C. Başlanğıc qatılıqları 0,8, 0,4 və B-nin tarazlıq qatılığı 0,2-dir. Yəni 0,2 reaksiyaya daxil olub, yerdə qalıb 0,2 mol. Bizdən reaksiyanın təhliləsindən tarazlıq sabitini hesablamağı tələb olunur. Deməli, B maddəsindən 0,2 mol reaksiyaya daxil olursa, A maddəsindən 0,4 daxil olur. Çünki 1-in 2-yə nisbətindədir. 0,8 başlanğıc qatılıqdır. 0,4 reaksiyaya daxil oldu. Yerdə qaldı 0,4 mol bölək litr. Bu oldu A maddəsinin tarazlıq qatılığı. B maddəsi bildik oldu 0,2 mol bölək litr B maddəsinin tarazlıq qatılığı. C maddəsini tapaq. 2 mol A reaksiyaya daxil olanda 2 mol C alınır. 0,4 mol A reaksiyaya daxil olduqda 0,4 mol da C alınır. Deməli, alınan qatılıq reaksiyadan alınan maddənin tarazlıq qatılığıdır. Tarazlıq qatılıqlarını tapdıq. İndi düsturu yerinə qoyaq. K bərabərdir 0,4-ün kvadratı 0,4-ün kvadratı bölək A 0,4-ün kvadratı B maddəsi də 0,2. 0,4 kvadratları ixtisar getdi. 1 bölək 0,2. Doğru cavabımız 5. 39-cu testin həllinə baxaq. Reaksiya verilib bizə. Həcmi 1 litr olan qabda gedən reaksiyada tarazlıq anında Y2-nin qatılığı XY-in qatılığına bərabərdir. Həcmi 1 litrdirsə biz mol nisbətinə görə həll edirik. Yəni qatılıq tapmağa ehtiyac yoxdur. Reaksiyada tarazlıq sabitini hesablayın. Deməli, tarazlıq anında Y2-nin qatılığı XY-in qatılığına bərabərdir. XY-in tarazlıq qatılığı reaksiyadan alınan mol nisbətinə uyğun 2x götürürəmsə, onda başlanğıc qatılıqları A-dır. Bu 2x alınmaqdan ötürü Y-dən X reaksiyaya girməlidir. Çünki 1 mol Y reaksiyaya daxil olanda 2 mol məhsul alınır. 2x alınmaqdan ötürü X reaksiyaya daxil olmuşdur. Bizə deyir ki, bunlar bir-birinə bərabərdir. A minus X bərabərdir 2x. Buradan A bərabərdir 3x-ə. Deməli, başlanğıc qatılıqlarını hər ikisində biz 3x götürürük. Burada da 3x-dən x çıxdım. 2x bunun tarazlıq qatılığıdır. İndi x-in tarazlıq qatılığını tapaq. 1 mol x reaksiyaya daxil olanda 2 mol alınır. 2x alınmaqdan ötürü 2x x reaksiyaya daxil olur və 3x-dən də x çıxırıq və x maddəsinin də tarazlıq qatılığı 2x olur. Yəni tarazlıq qatılıqlarını tapdıq. Düsturu yerinə qoyaq. K bərabərdir 2x-in kvadratı bölək 2x vuraq y maddəsi üçün 2x. İxtisar gedir, yerdə qalır 1. K-mız oldu 1. 40-cı testin həllinə baxaq.
2 mol XY3 parçalanır. X2 və 3 mol Y əmələ gəlir. Parçalanan XY3-ün ilkin mol sayı 3 moldur. 3 moldur. Tarazlıq anında qabda olan qaz qarışığının mol sayı 5 moldur. Deyir, reaksiyaya gedən qabın həcmi 1 litr olarsa, reaksiyanın tarazlıq sabitini hesablayın. Və burada deməli, parçalanan yerdə tarazı sabiti bu deməli tam parçalamayıb da. Bizim üçün tarazı sabitini hesablamaqdan ötürü burada tarazlıq qatılığı olmalıdır. Mol nisbətinə görə hesablayaq. Bundan 2x girərsə, 3 moldan 2x çıxıram. Bu yerdə qalan qatılıq olur 3 minus 2x. 2 mol reaksiyaya daxil olanda x-dən 1 mol alınır. 2x daxil olanda bundan x alınacaq. 2 mola 3 mol. 2x daxil olanda bundan da 3x alınacaqdır. Və deyir ki, tarazlıq anında qabda olan qaz qarışığının mol sayı 5'dir. 3 moldan 2x'i reaksiyaya daxil oldu. Yerdə nə qədər qalır? 3 minus 2x. Üstə gəl x. Yerdə qalan, bu maddədən yerdə qalan və alınan maddələrin qarışığı 5 moldur. Ona görə toplayıb 5'ə bərabər eləyirəm. Burada oldu x, bu da x, 2x. Deməli, 2x bərabərdir 2, x bərabərdir 1. Tarazlıq sabitini hesablayaq. K bərabərdir, x-in yerinə 1 qoyanda 3, 3-ün kubu bölək, x-in yerinə 1 qoydum, vuraq 1, bölək, deməli, x 1'dir, 2'ni 1'ə vurdum 2, 3'dən 2 çıxdım 1. 1'in kvadratı ilə 1. 3'ün kubu 27. Doğru cavabımız 27. 41-ci testdə yenə eyni tipli məsələdir. 2x2y 2x2 və y alınır. Deyir, x2 y-in ilkin mol sayı 6 moldur. Tarazlıq anında qabda olan qaz qarışığının mol sayı 8. Yenə bundan 2x reaksiyaya daxil olursa tarazlıqda qalır 6 minus 2x. Yerdə qalır, yəni 2 mola 2 molsa 2x reaksiyaya daxil olanda bundan 2x alınır. 2 mola 1 moldursa 2x daxil olanda bundan x mol alınır. Və bunların cəmi, yerdə qalan qaz qarışığı, bundan artıq qalan, yəni 6 minus 2x, üstə gələk 2x, üstə gələk x. Cəmi 8'dir. Deməli, 6 üstə gələk x bərabərdir 8, x bərabərdir 2. Və yenidən k-nı tapaq. K bərabərdir. X-i tapdıq 2, 2 vuraq. X-i 2 tapmışıq. 2'ni 2'yə vurduq 4, 4'ün kvadratı. Yəni 16. Bölək 6, x'imiz 2'dir. 2x 4 elədi. 6'dan 4 çıxanda 2, 2'nin kvadratı 4. Deməli, burada qalır 2, 16'nı 2'yə böləndə 8. Doğru cavabımız 8. 42-ci testdə baxaq. A maddəsindən C maddəsinin alınması ardıcıl reaksiyalarla baş verir. Reaksiyanı bizə bu şəkildə verib. A maddəsinin ilkin qatılığı 2 mol bölək litrdir. AB çevrilməsi zamanı alınan B maddəsinin 50%-i C maddəsinə çevrilir və tarazlıq yaranır. BC reaksiyasının tarazlıq sabiti 2 olarsa, AB reaksiyasının tarazlıq sabitini tapaq. Deməli, buradan 1 mol daxil olanda 1 mol B alınır. Tutaq ki, bundan x mol reaksiyaya daxil olmuşdur. B maddəsindən x mol alınacaq. Deyir, bunun 50%, yəni 0,5 x-i reaksiyaya daxil olur. 0,5 x-i qalır. Yəni, bunun tarazlıq reaksiyaya daxil olan da 0,5'dir. Reaksiyadan alınan da 0,5 x-dir. Və 1 mol B-dən 2 mol C alınırsa 0,5 x-dən x alınır. İkinci reaksiyanın deyir ki, tarazlıq sabiti 2'dir. Yəni, yerinə qoyuram. K bərabərdir. Yəni, 2 bərabərdir. X-in kvadratı bölək.
Burada yerde qalan 0,5 x-dir. Buradan x kvadratı bərabərdir x-ə. Burada x də bərabərdir 1-ə. Deməli, x-imiz 1-dir. Burada 0,5-i 1-ə vurdum. Tarazlıq qatılığı 0,5. 2-dən 1 çıxdım. Bunun da tarazlıq qatılığı 1-dir. İndi birinci reaksiyanın K-sını tapıram. K bərabərdir 0,5 bölək A maddəsinin molar qatılığı 1. Cavab olur 0,5. 43-cü test. Hidrogen üzərinə yod gəlirik. Alınır 2 mol hidrogen yodid. Başlanğıc maddələri qatılıqlarını, başlanğıc qatılığı XY verib. Tarazlıq qatılığı hidrogen üçün 0,2-dir. Hidrogen yodid üçün də 0,2-dir. Tarazlıq sabitində 0,5 verib. Bizdən XY-in qiymətini soruşur. Deməli, biz burada 1 mol hidrogen reaksiyaya daxil olanda 2 mol hidrogen yodid alınır. 0,2 alınmaqdan ötürü deməli 0,1 daxil olur. Yerdə qalıb 0,2. Başlanğıc qatlığı tapmaqdan ötürü x bərabərdir 0,1 sərf olan yerdə qalan toplayırıq 0,3. Deməli, bizim x-imiz oldu 0,3. 1-ə C, 1-ə C. Sonra biz bunların tarazlıq qatılığını bilirik və K-nın qiymətini bilirik. Buradan yodun tarazlıq qatılığını tapaq. K-nın qiyməti 0,5-dir. Düstura görə 0,5 bərabərdir 0,2-nin kvadratı bölək 0,2 vuraq x. Biz vuraq y yazım. Yəni biz neyəcəyik? Yodun tarazlıq qatılığını tapacağıq. Deməli, buradan 0,5-i 0,2-yə vurdum. 0,1 y bərabərdir 0,4-ə. Y də bərabərdir 0,4. Deməli, bizim yodun tarazlıq qatılığı oldu 0,4. Bizdən soruşur yodun başlanğıc qatılığını. Deməli, 0,4 yerdə qalıb. 1 mol yod reaksiyaya daxil olanda 2 mol hidrogen yodid alınır. 0,2-yə 0,1 daxil olub, 0,4 yerdə qalıb. Ona görə 0,4-ün üzərinə 0,1 gəlirəm, 0,5. Y-imiz oldu 0,5. 2-yə Y. 2-yə Y. Sonra bizdən Z soruşur. Z-in tarazlıq qatılığı, yəni Z nədir? Yodun tarazlıq qatılığı 0,4. 0,4. Deməli, 3-ə də D. Doğru cavabımız 1-ə C, 2-ə Y, 3-ə D. Test 44. Yenə reaksiyanı yazaq. Başlanğıc qatılıqları X, Y verib. Z-in tarazlıq qatılığını, yəni Y-in tarazlıq qatılığı 0,4. Hidrogen yodidin tarazlıq qatılığı 0,2. K-nı da verib 1. K bərabərdir 1. İndi yenə. Buradan 1 mol yod reaksiyaya daxil olanda 2 mol hidrogen yodid alınır. 0,2 alınmasından ötürü 0,1 reaksiyaya daxil olub. Yerdə qalır 0,4. Deməli 0,5 yodun başlanğıc qatılığıdır. Yəni bu oldu Y-imizin qiyməti. Y oldu 1, 2, 3 yazaq, uyğunluğu yazaq. Y tapdıq 0,5 Y. Sonra bizdən nəyə sorulur? Hidrogenin başlanğıc qatılığını. Biz bunun üçün hidrogenin tarazlıq qatılığını tapaq. Deməli, K-nı 1 verib. 1 bərabərdir 0,2-nin kvadratı bölək 0,4 vuraq. Hidrogen qatılığını bilmirik. Bunu götürdüm X.
Buradan 0,4 x bərabərdir 0,4-ə. X də bərabərdir 0,1. Deməli 0,1 hidrogenin oldu tarazılıq qatılığı. Hidrogenin tarazılıq qatılığı, yəni Z. Z-ə oldu, Z üçüncüdür, 3-ə A. 3-ə A. Sonra tapırıq X-i. Hidrogenin başlanğıc qatılığını. Hidrogen deməli tarazılıq qatılığı oldu 0,1, yəni yerdə qalan qatılıq 0,1. Baxaq görək nə qədər sərf olunub. 1 mol hidrogen reaksiyaya daxil olanda 2 mol alınır. 0,2-yə 0,1. 0,1 yerdə qalıb tarazılıqda. 0,1 reaksiyaya daxil olub. Topladıq 0,2. Deməli 1 də B. Doğru cavabımız 1-ə B, 2-yə Y, 3-ə A.